Və qızıl bugün maksimum rekorddan sonra nələr edəcək? Yəni sadəcə olaraq bir 3 bucaq çəkin. 3 bucaqda yəni maksimum nöqtəni 4379-lara və minimum nöqtəni isə 4280-lərə təyin edir. Amma həmin nöqtəyə enməz. Sadəcə olaraq və bunlar arasında aşağıdakı hədəf 4305-lər, ondan yuxarıdakı orta səviyyə 4340-lar, bunu təyin edin. Ondan sonraki hədəf isə 4362-lər. Yəni bu nöqtə ərzində, bu həmin nöqtələr ətrafında hərəkət edəcək, yəni üçbucaq yaradacaq. Yəni təbii ki, korreksiyalar bugün günün yəni birinci saat 10-dan 11-dən sonra yerli saatdan yəni korreksiyalar baş verəcək. Amma gündəlik missiya $99-da, bunu artıq yuxarıda aşağıda formalaşıb. Yəni sadəcə olaraq indi üçbucaq yəni bugün demək olar ki, bu trayektoriya çərçivəsində hərəkət. Təbii ki, 4382-dən yuxarı formarsa yeni bir maksimuma imza ata bilər.